Salamlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Bugün çoxdandır sizlə bir yerdə çəkmək istədiyim və psixoloji aspektdən izah etmək istədiyim bir məsələ var idi. Təbii ki, bu mövzunun adı ruh eşi adlandıracağam. Mən türk dilində adlandıracağım. Siz Azərbaycan dilində partnyorumu tapmaq, yarımı tapmaq və s. deyə bilərsiniz. Amma mən bugün dırnaq işarəsi içərisində ruh eşi kimi deyəcəm. Çünki hamı bu başlıqla araşdırma edir. Ümumiyyətlə, bir çox və öz üzərimdə keçərək və təbii bir çox araşdıraraq mənbələrdən, oxuduğum psixoloji kitablardan aldığım təhsil üzrə və ixtisaslaşdığım bir çox proqramlar üzərindən sonra və təbii ki, ən əsas öz üzərimdə keçəndən sonra bu videonu çəkirəm sizin üçün. Əgər bura qədər mənim digər videolarıma baxmamısınızsa, mütləq şəkildə baxmanızı tövsiyə edirəm ki, bu etapa hazırlıqlı girəsiniz. Xüsusən də daxili ata və ana obrazı, xüsusən də qadın və kişi obrazları olan videoma baxın ki, bu sizə ağır gəlməsin. İndi isə məsələni uzatmaq istəmirəm. Və mən keçirəm izah eləməyə və psixoloji aspektdən və sən uzun müddət axtardığın sualına artıq cavab tapacaqsın. Ümumiyyətlə, ruh eşi deyəndə biz nəyə nəzərdə tuturuq? Ümumiyyətlə, mən yenə də deyirəm, bunu türkçə deyəcəm. Siz Azərbaycanca necə istəsiniz gedə bilərsiniz. Ruh eşi o deməkdir ki, mənim ruhumun yaraları var. Və bu yaraların, bu arada izah loru dildədir. Yəni, elmi dildə izah eləmirəm, loru insanların başa düşəcəyi dildə. Aha, ruhumun yaraları var. Və mənim bu yaralarımın sağalmasına ehtiyacı var. Bu bir. İki, mən bu yaralarımı fərqindəyəm. Bunun uğrunda, necə deyim, öz üzərimdə iş aparıram, psixoloji dəstək, mentor dəstəyi, kitab və s. Yəni, bu yaralarımın fərqindəyəm, və bunun üçün əlimdən gələnin hər şeyinin ən yaxşısını edirəm. Əlimdən gələn hər şeyin ən yaxşısını edirəm. Əgər sən, buradan görünür, okey. Əgər sən toksik partnyorlar cəlb etmisənsə, toksik münasibətdəsənsə, ayrıla bilmirsənsə, yəni burada birinci ol ki, sənin ruhunun almalı olduğu dərs var. Hələ də o dərsi ala bilmədiyinə görə toksik münasibətdə ilişib qalmısan. İkinci bir məsələ, toksik münasibətimin fərqindəsənsə və əminsənsə ki, sən hal-hazırda toksik bir münasibətin içərisindəsən, öz üzərində işləyirsən, amma çıxa bilmirsənsə, ilişib qalmısansa, burada artıq sən fərqindəsən, amma bu dəfə şuurlu fərqindəsən. Birinci etapda sən çox güman ki, şuursuz fərqindəydin, toksik münasibətdəsən, amma fərqindəsənsə, toksik münasibətdəyəm və mən necə edim bu münasibətdən çıxım bilmirsənsə, şuurlu fərqində olub, toksik münasibəti bitirmək istəyirsənsə, bu artıq o deməkdir ki, sən üçüncü mərhələdə həqiqi ruh eşinə yaxınlaşırsan. Yəni, indi gəlin ümləşdirək məsələləri nə demək istəyirəm. Deməli, birinci bildik ki, ruhumun yaraları var və bu yaraların sağalmasına ehtiyacı var. İkinci bildik ki, mən bu yaralarımın fərqindəyəm. Əgər toksik münasibətdəyəmsə, ruhum hələ də o yaralardan dərs almayıb, ona görə özümə toksik münasibəti seçmişəm ki, mən dərs alım. İkinci etapda isə mən fərqindəyimsə, mən toksik münasibətdəyəm, artıq sağalmağın bir başlanğıcındayım. Bizə lazım olan hissə qəbullanma və buraxma hissəsidir. Amma mən bugün bu məsələni fərqli bir videoda danışacağım. Mənim bu saat ruh eşini tapmaq, necə denkləşmək barəsində olan hissəsini danışmaq istəyirəm. Bu arada suallarınız varsa yazın, onun əsasından da video kontent çəkə bilərəm. İndi mən burada hansı məsələyə toxunmaq istəyirəmsə, mən sizə o məsələ üzərindən izah etmək istəyirəm. Okey, indi gəlin başlayaq. Birinci növbədə insan özünü tapmalıdır. İlk etap insanın özüdür. Bura aiddir ana, ata. Bu videonu mütləq izləyin. Yəni, burada çox dərin gedə bilməyəcəm. Məsələn, fərqlidir. Ana-ata hissəsindən, ana-atanın emosional duyğularından azadlıq, ana-atanın düşüncələrindən azadlıq və insan özünü tapır. İkinci növbədə, çox qısa təzə deyirəm, sən özünü tapanda ki, mən kiməm, mən nəyi sevirəm, mən harada olmaq istəyirəm, anam və atam olmasaydı, mən bu dünyada doğulsaydım, kasıb olmasaydım, bu həyatda, yəni, istədiyim hər şeyə etsəydim, mən nə edə bilərdim? Düşüncə və duyğuları, hamının, hər kəsin düşüncə və duyğusunu kənara qoy, mən nə etmək istəyərdim? Məsələn, tutam, atıram, mən xaricdə 2 mərtəbəli evdə yaşayardım, məsəl üçün, fantazi də ola bilər bu arada ağlınıza gələm və yaxud da ki, mən, necə deyim, bir evində qalardım, mən tək yaşayardım, mən ancaq səyahət edərdim, mən filan. Məsələn, mən ingilis dili öyrənərdim, mən universitetə daxil olardım, mən bankda iş tapardım, mən proqramçı olardım. Yəni, sən
ana və atavın emosional düşüncələrindən ayrılandan sonra, həqiqi özünü tapanda və həyatındakı toksik münasibəti bitirəndən sonra sən həqiqətən özünə sual versən ki, mən indi həyatda özümə harda yer tapmaq istəyirəm? Və sənin özünə verdiyin cavab həqiqətən sənin ruh eşini tapacağın mənasına gəlir. Bu qədər izahdan sonra çox qısa tərzdə. 1. Nəyi sevirsənsə, nəyi xoşlayırsan, haranı sevirsən, kim olmağı sevirsən, yəni sənə aid hobbi, amma sənə aid. Ana, ata, qonşu, partniyora aid yox, ancaq sənə aid, ancaq sən. Olan yerlərə gedəndə sən ruh eşindən qarşılaşırsan. Bu qədər qısa, özünü yorma. Ona görə əsas məsələmiz özümüzü tapmaqdır. Bunu isə necə tapmaq istəyirsənsə, mənim ödənişli və ödənişsiz təlimlərimdən dəstək ala bilərsən. Hər birinizi gözləyirəm. Sən özünü tapanda, özünə uyğun olan yerlərdə olursan, sevdiyin işlər edirsən, xoşladığın kitabları oxuyursan, hobbin eləyirsən. Məsələn, insan var tutan barı xoşlayır, gecə-gündüz bardadır. Sən bir var, sən bara gedirsən, məsələn deyirəm, qız tutmaq məqsədində, ya da oğlan tutmaq məqsədində, ya da götürək bahalı restorana, sırf gedim orada bahalı kişilər var, mən aşıq olsun. Bu niyyətlə gedirsənsə alınmır, alınsa da toksik olur. Çünki sən əslində ruhun bahalı restorana aid deyil, özünü aldatma. Bəlkə sən kitabxanaya getsəydin, həqiqi ruh eşini tapardın. Çünki sənin aid olduğun hissə kitabxanadır. Amma elə insan var ki, məsələn, barı sevir, həqiqətən barı sevdiyinə görə gedir deyə o ruh eşindən qarşılaşır. Elə insan var, TikTok'u sevir, TikTok'u həqiqətən sevdiyinə görə orada qarşılaşır. Amma sən TikTok'dan zəhlən gedir, zaten sən o enerjini də ora vermirsən. Ümid edirəm, aydın oldu sizə nə demək istədim. Yəni, sənin həqiqətən özünün sevdiyi ortamlar nədirsə, xoşladığın şeylər nədirsə, sən hara aidsənsə, o ortamlarda olanda onsuz da sən ruh eşindən qarşılaşırsan. Və sən bir insanla qarşılaşanda ya o insan sənə dərs verir, ya dərs verir bir insan sənə, ya da sən həqiqətən o insanı həyatına alıb seçə bilirsən. Əsas odur sən özünü tap, olman gərəkən yerləri bil. Başqalarına görə başqası restorana gedir, qız tutur, oğlan tutur, başqası klubda tutur, başqası bulaq başında tutur, anam atam seçdi tipli başqalarına görə deyil də. Mən həqiqətən nəyi xoşlayıram, harda olmazsa o ortamlarda ol. Məsələn, biri çatdaşmağa pis baxır, amma sən xoşlayırsan. Gir yazış, çatdaş, bəlkə sən çatda tapacaqsan. Yəni, əsas odur ki, sən özünə görə o yerdə ol. Özünə görə o yerdə olanda, özün də bilmədən, o sənin ətrafındadır və bir də nəyi saxtarmağa ehtiyac yoxdur. Onsuz da biz özümüzə aid olan yerlərdə, onda onlar bizə aid olan yerlərdədir. Əsas mən özümü tap. Özümü tapmaq haqqında videonu isə növbəti videolarda çəkərəm. Bu hissə də sizə fayda sunar. Bildim sənin xoş mənə. Bu da çox qısa bir izah idi. Anata videosunu, daxili qadın və kişi obrazını izləyin. Burada təkrarçıq eləmək istəmədim. Sadəcə ruh eşinə fokuslandım. Təbii ki, videoların ardı gələcək. İzləmədə qalın. Mənim ödənişli təlimlərimdən, eyni zamanda ödənişsiz təlimlərimdən dəstək ala bilərsiniz. Alta link qoyuram. Telegram kanalıma və Instagram kanalıma keçid etməyi unutmayın. Sağ olun.